Cədvələ əsasən döyüşlərin düzgün verildiyi cavabı müəyyən edin. Ərəb-Xəzər müharibələri, Ərəb-Sasani müharibələri, Ərəb-Xəzərin altında Bələncər döyüşü verilibdir. Baxırıq, ərəblərlə Xəzərlər arasında olmuş döyüşü axtarırıq. Poitiers döyüşü onlar arasında olmayıbdır. Bu 732-də Franklarla ərəblər arasında belə bir döyüş var. 100 illik müharibənin gedişində belə bir döyüş var. Ona görə bunu çıxardırıq. Savalan döyüşü həqiqətən də ərəb və Xəzərlər arasında olmuşdur. Bunu saxlayırıq. Cərmidan döyüşü ərəblər və Ərdəbil hakimliyi arasında olmuşdur. Ona görə bunu da çıxardırıq. Hilat döyüşü də Ərəb-Xəzər müharibələrinə aiddir. 737-ci ildir. Bunu saxlayırıq. Navəhənd döyüşü Ərəb-Xəzər müharibələrinə aid deyil. 642-ci il Ərəb-Sasani müharibəsinə aiddir. Bunu da çıxardırıq. Bizim 2 cavabımız qaldı. Digər hissəyə baxırıq. Ərəb-Sasani müharibələri Kadisiya döyüşünü verib. Burada ardıcıllıq Ktesifon 637 düzdür. Cavabımız budur. Soason döyüşü isə burada uyğunluğu pozur. Soason döyüşü 486-cı ildə olubdur. Roma ilə Franklar arasında olur və Xlodvik orada qələbə qazanır. Ona görə bu cavab da yanlışdır.